Deməli uşaqlar, toplu ikinci hissə 2025-də görmən tətbiq ilə məsələ həllini davamlı yazırıq. Bu 9-cu sualdır. 9 belə. Deyir ki, 24 ədədi elə 3 müsbət ədədin cəmi şəklində göstərilmişdir ki, ikinci ədəd üçüncüdən 3 dəfə böyük olmaqla, ikinci ədəd üçüncüdən 3 dəfə böyük olmaqla bu 3 ədədin hasili ən böyük olur. Deməli, birinci, ikinci və üçüncü ədədlərə baxaq. İkinci ədəd üçüncüdən 3 dəfə böyük. Fərz edək ki, üçüncü x düşədir. İkinci ədədin olduğunda 3 dəfə bundan böyükdür 3x-dir. Cəmi isə 24 bax, düzdürmü? Onda 24-dən bunların cəmini çıxanda birinci ədəd nə olacaq? 24 çıxaq 4x-dir. Deyir ki, bu 3 dəfə böyük olmaqla bu 3 ədədin hasili ən böyük olur. Ən böyük. Deməli, 3 ədədin hasilinə baxaq. Fx bərabərdir. 3x vuraq x vuraq 24 çıxaq 4x. O da bərabərdir. 3-ü vuranda 72x kvadratdır. Çıxaq 12x kub. Deməli, fx bu fərqli vəziyyətdədir. İndi törəməsini tapaq. Törəm nöqtələrini tapaq, görək. F'(x) bərabərdir. 144x çıxaq 36x kvadrat. Bərabər eləyir 0. 36x çıxardanda 4 müqavilə 4 çıxaq x bərabərdir 0. x1 bərabər 0, x2 də 4. İndi isə burada müsbət ədədini deyir. Deməli, bizə də elə müsbət 0-dan sonra lazımdır. 0, 4 və sonra. Biz nə tapdıq üçün ən böyük olsun elə. X-i tapmaq üçün nə dedi? Dedi uşaqlar 3 dəfə böyük olmaqla hasil ən böyük olsun. İndi bax, törəmə 4-dən kiçik hər hansı bir ədəd götürəm, 3 götürəm. 3 olanda bura müsbət oldu müsbət. 4-dən böyük olanda isə bura mənfi olacaq uşaqlar. Deməli, bu artdı, sonra azaldı. Beləliklə, x maksimum 4-dür. İndi həmin ədədlərə baxaq. Deməli, bura 4-dür. Bura 12-dir. 12-dir, ikinci ədəd. 3 dəfə böyük tapılma. 4 ilə 12 neçə elədir? 16. Yox, 4x çıxırıq da hə. Deməli, 24-dən də 4x çıxanda 16 çıxanda neçədir? 8 də bu. Bunların içərisində hansını tapılır? Ən böyüyü 12-dir mi görür? Ən böyüyü 12. Yaxşı, 11-ə baxaq. 11. 11 belədir. Deyir ki, bir tərəfi divar olan düzbucaqlı şəklində əkin yerinin divar olmayan ətrafına 60 metr uzunluğunda mənfi tor çəkilir. Belədir deməli uşaqlar. Bura divardır, bura x-dir, burada x-dir, bura y-dir. Deməli deyir ki, 60, bu da 60-dır cəmi. Yəni 2x üstə gələn y bərabərdir 60-dır. Deyir ki, bu əkin yerinin sahəsi ən çox neçə kvadrat metr olur? Əkin yerinin sahəsi nədir olur? Əvvəlcə buradan bir x-i, y-i ifadə edir. Y bərabər 60 çıxaq 2x-dir. S, x-dan asılı vəziyyətdə olanda x vuraq y. Y-dəki 60 çıxaq 2x edir. Bu da 60x çıxaq 2x kvadratı şəklindədir. S-x. İndi törəməsini tapdıq. Dairə məsələ ki, bölmə nöqtəsini tapdıq. Eşitdir x bərabərdir 60 çıxaq 4x bərabərdir 0-dir. X bərabərdir 15 edir olur. Baxaq görək. Yəni ki, 0-dan çox olmalıdır 15. 15-dən kiçik deməli, məsələn 5 götürək. 5 götürəndə, törəmə bu idi elə. 5 götürəndə bu müsbət oldu, sonra mənfi oldu. Deməli, artır, sonra azalır. Başqa sözlə, x maksimum bərabərdir 15-dir. X maksimum bərabər 15-dir. İndi 15 olanda nə soruşur? Deməli, bizdə 11-də deyir ki, bu əkin yerin ən çox neçə kvadrat metr olur? Heç nə ki, yerin sahəsində var. Deməli, bura 15-dir. Y neçə olur? 30 daxil olur. S maksimumda 15-də alır. Bu da bərabərdir 15 vuraq 30, 450-dir uşaqlar. Deməli, cavab 450. 13-ə baxaq. Bu bölmə üçün yəqin ki, sonumuz olacaq. 14-dən sonra.
13 də belə. Yaxşı. 13-də deyir ki, səthinin sahəsi 24 kvadrat olan düzbucaqlı paralellepiped formasında ağzı bağlı hədiyyə qutusunun oturacağının ölçülərindən biri digərindən 3 dəfə böyük. Ağzı bağlı. Görə indi bu paralellepiped qutu şəklində olan olur. Deməli, oturacağının ölçülərindən biri digərindən. Bura x-dir, bura 3x-dir. Deyir ki, bu qutunun hündürlüyü hansı qiymətində həcmən böyük olar? Səthinin sahəsini də verir 24. S tam səthinin sahəsində olan, düzbucaqlı paralellepiped formasında olan səthinin sahəsi. Ağzı bağlı hədiyyə qutusu, yəqin ki, 4 dənə. Hədiyyə qutusunun oturacağının ölçülərindən biri digərindən 3 dəfə böyükdür. Bu qutunun hündürlüyünün hansı qiymətində onun həcmi ən böyük var? Hündürlüyün hansı qiyməti? Hündürlüyü də deməli biz hündürlüyü də x-la müşahidə etməliyik, yoxsa tərsinə olmalı. Yaxşı, S tam bərabərdir 24-dür, düzdür? Gəlin baxaq. Yəqin ki, x-ı h-la ifadə edirik. S tam nəyə bərabərdir şu an? Birincisi, 2 bular. Bax, 3x kvadrat. Üstə gələk x-h, üstə gələk 3x-h. 2 dənədir. Düzdür, bu bərabər olur 24-də. Onda nə olur? Bu sağ tərəfə silib bir qədər dolaşdırıb, bunu bu şəkildə deyildir. Yəni, oturacağın tərəfini də biz məcbur hündürlüyünə ifadə edir. 2-yə də böləndə, deməli, 3x kvadrat, üstə gələk x-h, üstə gələk 3x-h-da bir yerdə o 4x-h edir. Bir də 4x-h bərabər olur 12-yə. Düzdür? Çox gözəl. Biz x-ı h-la ifadə eləməliyik. Bəlkə h-ı x-la ifadə edək, tapaq mı, ancaq sonra yerinə qoyaq? Yox. Orada belə bir şey ola bilər də, dolaşdırdıqları olmalı. Çox güman ki, bunun ən kiçik qiymətində bu ən böyük olacaq. Ya da budur ki, tapmalıyıq. İndi burada çətinlik nədir? Mənim yadıma gəlir bu. 3x kvadratı. Üstə gələk 4hx çıxaq 12 bərabər 0. Diskriminant bərabərdir 16h kvadratı çıxaq. Üstə gələk, deməli, uzun uzadı bir. Bu məsələnin çətinliyi burasında. Bu formada verir. Məncə bu x-in ən kiçik qiymətində bu h özünün ən böyüyünə alacaq. Çünki həcmi ən böyük söhbətidir. Gəlin kiçiklə olanı bunu hələlik burada saxlayın. X-in ən kiçik, x-la ifadə edeyim h-ı. X-in ən kiçik qiymətində tapaq həll edək, sonra bundan yoxlayaq. Oldu mu? Deməli, ondan olur. H-ı x-la ifadə edirəm. H-ı x-la ifadə edəndə belə bir şey. 4x-h bərabər 12 çıxaq 3x kvadratı. H da bərabər 12 çıxaq 3x kvadratı bölək 4x-dir. Düzdür? Həcmi deyir, düzdür uşaqlar? V bərabərdir. Oturacağın tərəfləri 3x vuraq x vuraq 12 çıxaq 3x kvadratı bölək 4x şəklindədir. Düzdür uşaqlar? İndi bura baxın. Bunlar getdi x-lar. 3x-i yuxarı vuranda, 36x çıxaq 9x kubu bölək 4. Bunu da ayrı-ayrılıqda yazanda 9x çıxaq 4-də 9x kubu alır. Və x-dan asılı olan alır. Və eşitlik x nəyə bərabər? 9 çıxaq 3-ü də şey eləyəndə 4-də 27x kvadrat. Bərabər edirəm 0-a, x kvadratda bərabərdir 36 bölək 27-yə. Onda x bərabər olur, x bərabər 6 bölək 3 kök altda 3. Yəni 2 bölək kökdə 3 və yaxud da ki 2 kökdə 3 bölək 3. İndi bunun ən kiçik qiymət olduğunu axtaracaqdır. Görək bunun ən kiçik qiymət olduğu 0-dan olana 6 bölək, daha doğrusu 2 bölək kökdə 3 olmalıdır. 2 bölək kökdə 3 təxminən birdən böyük ədəddir da səhv. Bundan kiçik ədəd məsələn 1 götürürəm. 1 götürürəm. 1 olanda nə olur? 1 yazanda törəmə qiymətlə. 1 olanda törəmə burada. Müsbət mi olur? 27-nin 4-ə böləndə müsbət mi? Hə, müsbət.
Ondan böyük də məsələn 3 götürür. 3 götürəndə də görürsünüz bu daha böyüyəndə, deməli bu mənfi olur. Bu artır, sonra azalır. X-in ən böyük qiymət. H-ın nəyində tapın deyir? Bir də baxaq. Hədiyyə kutusunu oturacağım, bir deyəm. Həcmən böyük olmur. Oturacağın sahəsi eləyirlər. Oturacağın sahəsin kiçik olsun da. Yox. Nə istəyir? Yox, bilirəm hündürüyü. Mən bilirsəm nə fikirləşir. Düzcalı paritetin o az var hədiyyə bu bir digərinə 3 dəfə. Həcmən böyük, hündürüyün hansı qiymətində həcmən böyük bilmək olur. Həcmi gərək onda mən heç nə keçin bununla görüm bu nə tərəfdir. 2 kök altda 3 olanda da x, yaxşı. X tutar ki 2 kök altda 3 bölə 3. Gəl sona qədər gedək də görək nə olur. X 2 kök altda 3 bölə 3. Nə olacaq burada? X kvadratı neçə idi? 27-də 36. 12 çıxaq 3 vuraq 27-də 36. 4 vuraq 27 bu çox uzanacaq. Bu bizi bezdirəcək. 27-də 36. Bu yardıma gəlir bu çalışma. Sadəcə yardımdan sırf hər qaydası. Bizə dəqiqə pauza. Deməli, dedik ki, burada yerinə yazdıq. X-in qiymətini tapdıq, X-in maksimum. Bizə də bölmə nöqtəsi var. Ona görə 2 bölə kökdə 3-ün yerinə yazdırıq burada. Deməli, X kvadratın əvəzinə 27 bölə olur. Sonra, burada da X-in əvəzinə sadəcə 2 bölə kökdə 3 yazır. Onda nə olur uşaqlar? Bu olur, bu 12 çıxaq 4. Burada da 8 bölə kökdə 3. H bərabərdir neçə oldu? Kökdə 3. Deməli, cavab kökdə 3 olanlar. H bərabər kökdə 3 olanlar. Yaxşı, bu qədər bu bölmənin sona çatdırdıq.